Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Öhrəm Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Sunta rayonunda avtomobil qəzası nəticəsində həlak olanların xatirəsinə Dağıstanda matəm günü elan olunub. Respublika ərazisində dövlət bayraqları indirilmiş, televiziya və radioda bütün əyləncəli proqramlar efirdən çıxarılmışdır. Respublika rəhbəri Respublika hökumətinə həlak olanların və zərər çəkənlərin ailələrinə yardım göstərmək barədə tapşırıq verib. Xatırladaq ki, Sunti rayonunda Aqvali-Kidero yolunda 17 nəfər sərnişinin, o cümlədən 10 uşağın yerləşdiyi UAZ mikroavtobusu daş axını nəticəsində qayadan aşaraq Andi-Kaysu çayına düşmüş, nəticədə 7 nəfər həlak olmuşdur. Daha 3 nəfərin axtarışı davam edir. Respublika rəhbəri Ramazan Abdullatipov Sunti rayonunun kəndində baş vermiş qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verir, bu ağır itkidən kədərləndiyini bildirir və aşağıdakı bəyanatla çıxış edib. Dağıstan coğrafi cəhətdən mürəkkəb reliefə malik respublikadır. Bu hündür dağlıq ərazidə sal qayalıqlar çoxluq təşkil edir və təəssüf ki, tez-tez qəza baş verir. Bu dəfə Sunti rayonu ərazisində baş vermiş qəza nəticəsində südəmər uşaqlar belə həlak olmuş, zərər çəkmişlər. Bu hər birimizə ürək ağrısı gətirir. Son vaxtlar rayonun sakinləri sarsıntılara məruz qalır. Qışda yanğın, indi isə avtomobil qəzası. İtkin düşmüş adamların axtarışı davam edir. Həlak olanların yaxın adamlarına dərin hüzünlə başsağlığı verirəm. İyun ayının 5-i Dağıstan Respublikası ərazisində matəm günü elan olunub. Öz əzizlərini itirmiş ailələrə yardım göstərilməsi barədə göstəriş vermişəm. Dağlıq ərazilərdə yolların vəziyyəti və respublikada yol hərəkətinin təhlükəsizliyi problemləri xüsusi diqqət tələb edir. Ötən il rayona aparan yollar, o cümlədən Andi-Kaysu və Avar-Kaysu çayları boyu ərazidə qaydaya salınmışdı. Dağlıq ərazi isə sürücülərdən ələl-xüsus sərnişinlər arasında uşaqlar varsa daha diqqətli və daha ehtiyatlı olmağı tələb edir. Əlbəttə ki, pulla uşaq itkisinin ağrısını yüngülləşdirmək qeyri-mümkündür. Biz gərəkli yardım göstərəcəyik. Dağıstanlılar bugün həlak olanların ailə üzvlərinin dərdinə şərikdir. Rayonun 600-dən artıq sakini qəza nəticəsində itkin düşənlərin axtarışında iştirak edib. Hadisə yerində xüsusi qrup işləyir. Respublika rəhbəri Ramazan Abdullatipov təbii mühafizə orqanları işçilərini Ekoloq günü münasibəti ilə təbrik edib. Sizi Peşəkar Bayram Ekoloq günü münasibəti ilə təbrik edirəm. Respublikamızın təbii zənginliyinin ətraf mühitin qorunmasına yönəldilmiş fəaliyyətiniz Dağıstanda dövlət siyasətinin tətbiqində prioritetlərdən biridir. Əminəm ki, bu bayram yalnız ekoloqların deyil, eləcə də Respublikanın və ölkənin gələcəyinə, övladlarımızın və nəvələrimizin sağlamlığına biganə olmayan hər bir şəxsin bayramıdır. Təbiətin mühafizəsi ilə məşğul hər kəsə möhkəm can sağlığı, gözəl diyarımızın təbii ehtiyatlarının qorunmasına yönəldilmiş xeyirxah işlərinizdə sizə uğurlar arzu edirəm. Respublika rəhbəri Ramazan Abdullatipov iş səfəri ilə Çeçen Respublikasına baş çəkib. Onu bu səfərdə Dağıstan muftisi Hacı Əhməd Əfəndi Abdullayev, Respublika rəhbəri və hökuməti müdiriyyəti aparatının başçısının müavini İsmail Əfəndiyev, Respublika üzrə Federal Miqrasiya Xidməti İdarəsinin rəhbəri Rəcəb Abdullatipov müşayiət edib. O, Arqunda Çeçen Respublikası rəhbəri Ramazan Kadırovun anası Aymani Kadırovanın şərəfinə adlandırılmış məscidə baş çəkib. Ölkə məktəblərinin məzunları mütləq verilməli olan 2 dövlət imtahanlarından biri riyaziyyat üzrə sınaqdan çıxmışlar. Riyaziyyat üzrə imtahan 2 hissəyə bölünür. Birinci hissə baza səviyyəli 14 tapşırıqdan ibarətdir. İkinci bölgəyə daxil tapşırıqlar isə hesablama və məlumatı təhlil etmə bacarığının yoxlanmasına yönəldilir. Dağıstandan 24 min nəfərə yaxın məzun imtahan verib ki, onlar minimum 24 bal toplamalıdır. Növbəti vahid dövlət imtahanı iyun ayının 9-da biologiya, tarix, informatika və informatika kommunikasiya texnologiyaları üzrə veriləcək. Gazprom Transgaz Mahaçqala məhdud məsuliyyətli cəmiyyətində magistral 2014 nəsillərin dialoqu başlığı altında 2 gün davam etmiş 4-cü Xəzəryanı İnnovasiya Forumuna yekun vurulub. Tədbirdə Respublikanın Sənaye, Nəqliyyat və Energetika naziri Şirxan Hacımuradov, Elm, Təhsil və Gənclər Siyasəti Nazirinin müavini Zaur Qurbanov, Gazprom Açıq Aksioner Cəmiyyətinin regionlararası həmkarlar İttifaqının xarici əlaqələr və gənclər siyasəti şöbəsinin müdiri Pavel
Fadeyiçev, Dağıstan Dövlət Texniki Universitetində elmi və innovasiyalı fəaliyyət üzrə prorektor Yelena Pavlyuchenko iştirak etmişlər. Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, Rusiya Gəncləri Günü ərəfəsində keçirilmiş bu tədbir müəssisənin təşkilinin 35 illiyinə həsr olunub. Əsas məqsəd Xəzəryanı dövlətlərin müəssisə və ali təhsil məktəblərinin, Gazprom Açıq Aksioner Cəmiyyətinin və digər müvafiq idarələrin diqqətini qaz sənayesinin inkişafı perspektivləri və problemlərinə, bu sahəli təşkilat və müəssisələrin sosial-iqtisadi inkişafı üzrə işlənmiş layihələrin ekspert dəyərləndirilməsinə yönəltməkdən ibarət idi. Tədbir çərçivəsində qaz sahəsi müəssisələrində istehsal proseslərinin optimizasiyası və qaz sahəsi müəssisələrində idarə sisteminin təkmilləşdirilməsi nominasiyalarında layihə təşəbbüsləri müsabiqəsi, eləcə də Gazprom Açıq Aksioner Cəmiyyətinin bölgə təşkilatları Həmkarlar İttifaqı rəhbərlərinin seminar müşavirəsi keçirilib. Cari il Respublikanın 6 rayonunda, eləcə də Mahaçqala və Xasavyurt şəhərlərində yeni uşaq bağçaları inşa olunacaq. Məktəbəqədər təhsilin modernizasiyası proqramı çərçivəsində Dağıstana əlavə olaraq 600 milyondan çox vəsait ayrılacaq. Rusiya hökumətinin müvafiq sərəncamı artıq qüvvəyə minib və federal büdcədən bu məqsədlə vəsait ayrılıb. Rusiya Mədəniyyət Nazirliyi tərəfindən cari ildə muzeylərin fondlarına incəsənət əşyalarının alınması məqsədlərinə 1 milyard rubl vəsait ayrılacaq. Müvafiq məlumatla ölkənin Mədəniyyət Naziri Vladimir Medinski Intermuzey 2014 festivalı gedişində çıxış edib. Son 30 ildə qeyd olunan məbləğdə dövlət tərəfindən vəsait ayrılmayıb. Ötən il muzey fondlarına 140 milyon vəsait buraxılmışdı. Mədəniyyət Nazirinin sözləri ilə vəsaitdə məqsədyönlü istifadə məqsədi ilə nəzarət də gücləndirilir. Bu məqsədlə 50 ekspertin daxil olduğu komissiya təşkil olunub. İndi isə redaksiyamızın qonağını sizə təqdim edirik. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində Xalq Yaradıcılığı şöbəsinin baş redaktoru Tahir Talıblı ilə söhbətimizi dinləyəcəksiniz. Tahir müəllim, siz həmkarımızsınız, Azərbaycan Radiosunda çalışırsınız. Mən Azərbaycan Radiosunun Xalq Yaradıcılığı redaksiyasının baş redaktoruyam. Əgər belə demək yerinə düşərsə, 3-4 kitab müəllifiyəm, şairəm. Bu gün məqsədimizin, gəlişimizin əsas məqsədlərindən biri budur ki, Dərbənd Azərbaycanlılarından, Dağıstanda yaşayan Azərbaycanlılarından bir görüşü təmasda olmaq, bir onların folklorundan, ağız ədəbiyyatından, aşıq ədəbiyyatından bir daha rast gəlmək, tanış olmaq məqsədi güdürdük. Elə bu məqsədlə də biz gəldik. Yəni həmişə Dərbənddən Azərbaycanlıların türklərin iyisi gəlib, qoxusu gəlib. Yəni bu gün Azərbaycanlılar yaşayır. Yəni bu torpağa bizim onlar bağlayır, onların mənəvi iş dünyamızın adamları kimi onlar bizə bağlıdırlar. Təbii ki, onların folkloru, onların danışıq tərzi, deyim tərzi, bugünkü dialektləri, ləhcələri bizə olduqca doğmadır. Dərbənd dialektini fərqləndirən hər hansı cəhətlər barədə bu dialektin özünə məxsusiliyi nədən ibarətdir? Bölgələrin özünə məxsusluğu o qədər, necə deyərlər, yüksəkdir, o qədər qaimdir ki, hətta görsən bir kəndlə o bir kəndin danışığı arasında müəyyən fərqlər hiss olunur. Yəni bölgələrimiz, dialektlərimiz çox bir-birinə yaxın olsa da bir-birinə müəyyən cəhətdən fərqlidir. Yəni bu mənada Dərbənd danışığının özü maraqlıdır. Və bu gün Dərbənddə, tutaq ki, Mahaçqalada, tutaq ki, Dağıstanın başqa bölgələrində Azərbaycan dili qorunub saxlanırsa, bu gün Azərbaycan danışığı nitq qalırsa, qocaların dilində, hətta beləcə balaca uşaqlar görür Azərbaycan. Başqa dildə oxusalar da belə, bu da təbii ki, taleyimizə, nətər deyim, alnımıza yazıdır, alın yazısıdır, bəxtimizə açılan nə bilim nə idisə. Amma bu gün uşaqların, körpə uşaqların rus dili məktəblərinə gedə-gedə Azərbaycanca danışmaları bizim üçün çox böyük xoşbəxtlikdir, mən belə deyərəm. Yəni bu da bizim o mənəvi birliyimizi həmişə saxlayan şeydir. Müxtəlif ölkələrdə yaşasaq da, indi əvvəla qəribə bir şeydir ki, tarixi bir şeydir ki, bizim alnımıza yazıldı, biz gördük bunu. Birdən-beriyə, məsələn, imperiya dağıldı. İndi biz bir-birimizin həmişə qardaş bacılarımızın yanına gəldiyimiz bir torpağa tutaq ki, başqa bir xarici ölkə gələn kimi də gəlirik. Bu da belə bir dərd olsa da bunun özü. Amma yəni o dilimiz, o danışığımız, o folklorumuz, tutaq ki, o mənəvi dünyamızı bizi bir-birimizə bağlayır.
Tahir müəllim, qədim Dərbəndin 2000 illiyinin qeyd olunmasına hazırlıq işləri gedir və Azərbaycan Respublikası da hazırlıq işlərində iştirak edir. Mən Dərbəndə həmişə gələndə, Dərbənd məni özünə çəkir, tutaq ki, havasından, suyundan, torpağından, dənizindən. Dərbənd qalası məsələ böyük qədim tarixə malik. Tariximizin böyük bir dövrünü belə deyərdim ki, yaşadan, özündə əks edən bir tarixi qaladır, həm də mənəvi qalamızdır. Bugün ta neçə əsrlər tutaq ki, o adların bugün Azərbaycanca deyilməsi, bütün dillərə hətta tərcümə olunmamasının özü bir böyük bir tarix faktı ki, bu fakt göstərir ki, bu bizim mənəvi abidəmizdir, maddi varlığımızı sübut edən bir abidədir. Tahir müəllim, siz Dərbənd rayonunun kəndlərinə baş çəkəcəksinizmi? Çünki bu kəndlərin də maraqlı tarixi vardır. Ətraf kəndlər də maraqlı tarixə malikdir. Çalışacaq ki, müxtəlif adamlarla görüşək, xüsusən Dərbəndin tərəkəmə kəndlərindən, orada Vəli kənd var, Padar kəndləri var, Əziz Əliyevin adı ilə bağlı savxoz var. Əlbəttə ki, çalışacaq ki, burada bir qədər yaşlı adamlarla daha çox görüşək. Əsas ki, deyirəm, bizim məqsədimiz heç bir siyasi məqsəd gütmür, ancaq folklorumuzu təbliğ eləmək, folkloru yığmaq, yığışdırmaq birinci növbədə bizim borcumuzdur. Yəni belə baxanda Dərbənd çox böyük tarixi köklərlə yenə deyirəm. Abidələrimizdə, söz abidələrimizdə yaşayan, tutaq ki, Koroğlu dastanında, Dədə Qorqud dastanında, tutaq ki, Dəmirqapı Dərbənd, tutaq ki, Dədə Qorqudun adı ilə bağlı tarixi yerlərin hamısı Dərbəndədir. Hətta belə bir versiya da var ki, Dədə Qorqudun qəbri Dərbənd qəbristanlığındadır, Dərbəndədir. Yəni bu dediklərim Dərbəndin bizə mənəvi dünyamızın sirləri ilə dolu bir bölgə olduğuna sübut. Mahaçqalada Dövlət Dumasının deputatı Mamed Abbasov kütləvi məlumat vasitələrinin nümayəndələri ilə keçirdiyi görüş gedişində öz işi barədə söhbət açıb. Abbasov Medvedevin ictimai qəbulunda vətəndaşları müntəzəm olaraq qəbul edir. Əlbəttə ki, müraciət edənlərin problemləri də məşğuliyyət problemlərindən əlilliyin müəyyən edilməsinədək müxtəlifdir. Bütün bunları operativ həll etmək mümkün olur. Abbasov bir qəzetin əməkdaşlarına kompüter texnikası ilə yardım göstərəcəyini də bu dəfə vəd edib. Vətəndaşların problemləri deputatın işinin yalnız bir qismidir. O, Dərbəndin içməli su ilə təchizatı məqsədi ilə Samur dərəsində su qovşağının inşası və bunun təbii kompleksin ekologiyasına təsiri barədə də məlumat verdi. Çünki Samur meşəsi ətrafında yaranmış vəziyyətin nizamlanması üzrə iş qrupunun təşkili təşəbbüsü ona məxsus idi. Deputat Abbasovla görüş söhbət formatında keçib, jurnalistlər onları maraqlandıran suallarla müraciət etmişlər. Xalq elçiləri ilə müvafiq görüşləri müntəzəm olaraq keçirmək barədə qərar qəbul edilib. Bugün görkəmli ictimai və dövlət xadimi Elbim Bankın banisi, Dağıstan üzrə Rusiya Mərkəzi Bankı Baş İdarəsinin rəhbəri, Əmanət Bankının Respublika bölgəsinin rəhbəri Həmid Həmidovun 60 yaşı tamam olacaqdı. 1993-cü ildə o, ölkənin Dövlət Dumasına deputat seçilmişdi. Həmidov Rusiya regionları deputat qrupuna daxil idi. Dövlət Dumasında büdcə, vergi, bank və maliyyə üzrə komitənin üzvü idi. 1996-cı ilin aprel ayında o, Respublikanın Maliyyə Naziri vəzifəsinə təyin edilir. 1996-cı il avqust ayının 20-sində terror aktı nəticəsində faciəli surətdə həlak olur. Bugün onun 60 yaşı tamam olacaqdır. Kaspiyskdə Dağdizel zavodunun Mədəniyyət Sarayında boks üzrə Dağıstan çempionatı baş alıb. Respublikanın 70-ə yaxın dəri əlcək ustası 10 komplektdə mükafatları bölüşdürəcək. Şənbə günü isə final oyunları keçəcək. Turnirin yekunları üzrə iyun ayının sonunda Nazran şəhərində keçəcək Şimali Qafqaz Federal Dairəsi üzrə çempionatda iştiraka 2 komanda seçiləcək. Narvik Surxayev Anji Mahaçqala Futbol Klubunun yeni idman direktoru təyin edilib. Surxayev əvvəllər bu postda çalışan 1998-2001-ci illərdə Dağıstan klubu tərkibində çıxışları ilə tanınmış Makedoniyalı Lazo Liposkinin müavini idi. Əlavə edək ki, Anji Futbol Klubu şənbə günü mövsüm qabağı məşqlərə yola düşəcək. Bu günlər komandanın oyunçuları və bu tərkibə dəvət olunanlar Moskvada tibbi müayinədən keçir və bunun ardınca məşq gözlənilir. Hazırda oyunçular məzuniyyətdədir, rəsmən heç kim komandanı tərk etməyib. Əziz qulaqasanlarımız, siz Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişi dinləyirdiniz. Bununla da sizinlə bugünkü görüşümüz sona çatır. Sağ olun, gələn görüşlərimizədək.